Beynəlxalq Enerji Agentliyi Azərbaycan üçün enerji səmərəliliyinin təmin olunmasına dair yol xəritəsi hazırlayıb. Hazırda bu istiqamətdə fəaliyyət göstəririk. Bunu Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov Brüsseldə keçirilən enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konferansın açılışında bildirib. Nazir qeyd edib ki, enerji səmərəliliyini beynəlxalq gündəliyin prioritet mövzularından birinə çevirmək asan olmayıb. Ənənəvi olaraq neft və qaz istehsalçısı və ixracatçısı kimi tanınan Azərbaycan, hazırda bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinə xüsusi diqqət yetirməklə enerji keçidinə fəal şəkildə start verib. Bu tədbirlər binaları, nəqliyyatı, istilik sistemlərini və ümumilikdə bütün enerji infrastrukturunu əhatə edir. Layihələrin icrasında və ya tədqiqatların aparılmasında məsuliyyət daşıyan tərəfləri inandırmaq üçün daha konkret layihələrə və texniki iqtisadi əsaslandırmalara ehtiyac duyulur. Bu baxımdan geniş miqyaslı beynəlxalq əməkdaşlıq zəruridir. Avropa enerji interkonnektorlarının əhəmiyyətinə gəldikdə isə bu interkonnektorlar vasitəsilə istehsal mərkəzlərini istehlak mərkəzləri ilə birləşdirmək mümkündür. Nəticədə enerji şəbəkələrində tarazlıq yaradaraq yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da daha yüksək enerji səmərəliliyinə nail ola bilərik.